Balakən şəhərinin Qazma kəndində həyətyanı ev satışa çıxarılır. Ev kubik daşdan tikilmişdir, kürsülü evdir. Hal-hazırda evdə yaşayış yoxdur, yəni qapı bağlıdır, açarı yoxdur. 2 otağı gir-yaşı evdir. Qaz xətti, işıq xətti iştəkaldadır. Gördüyünüz kimi beton kəmər gedilmişdir. Möhkəm şəkildə tikilmiş bir evdir. Həyətində artizanı var, yəni öz axarı ilə çıxan sudur, gördüyünüz gibi. Hal-hazırda ağzı bağlanmışdır, yəni su gəlmir. Gördüyünüz kimi 0 kubik daşla tikilmişdir. Evin arka tarafı da kubik daşdır. Arka tarafı fındıq bağıdır. Yine yan taraftan görünüşü bu otaqlar qeyd etdiyim kimi, yəni burada pəncərələr və yan tərəfdə otaqlar gir yaşadı. O biri otaqlara təmirə ehtiyacı var. 65 sotdur. 72 toma fındıq ağaçlarıdır. Yəni yeni salınan ağaçlar da var. 72 tomaya ait değil. Yəni 72 tomadan çoxdur. 65 sotdur. Yol kənarıdır. Qarşısından daimi marşrut işləyir. Qiyməti 33 min manata təklif olunur. Kupçalıdır.